14 fevralda bizim evdə xüsusi bir təlaş yaşanır. Çünki Fərid Sevgililər Günündən olub. Bu il həm də 10 yaşını qeyd edirdik, yubileyi idi. İstədim onun yaddaşında qalacaq gözəl bir süfrə açım. Salata hazırladım, gördüm içliyib oldu. Gətirdim lavaşda açdım. Həmin içliklə bir cürə də lavaş salata hazırladım. Mayalı xəmir etdim və eyni xəmirdən hot-dog və pizza hazırladım. Və bir də aş süzdüm. Digər qalan yeməklərimi Nasfooddan sifariş etdim. Nasfooddan bu neçənci sifarişimdir bilmirəm, amma onların yeməklərinin ləzzəti bir başqa olur. Hələ onların səlqələrini demirəm. Səhifəni işarələyəcəm, mütləq takibə alın ki, sonra axtaranda tapa biləsiniz. Son zamanlar bilirəm ki, hər kəs üstünlük verirlər restoranlarda ad günü qeyd etməyə. Evdə olan o təlaşın, o səmimiyyətin yerini heç nə vermir. Çalışdım ki, oğlumun daha çox sevə biləcəyi yeməklər olsun süfrədə. Nə zamansa Nasfooddan sifariş etsəniz, mütləq bu bilinçik və pendir çubuqlarının dadına baxmanızı tövsiyə edirəm. Hər yeməkdən çox az hazırlamışdım, çünki istəmirdim ki, sonradan 3 gün, 3 gecə eyni yeməkləri yeyək. Badımcan dolmasını polfabrikatdan çıxartdıqdan sonra çox pişirmək lazım deyilmiş. Mən bunu düşünmədim və qoydum deyəsən biraz çox pişdi və tərəvəzlər biraz açıldı. Ləvənginin ləzzətini sizə çaşki ötürə bilərdim. O qədər ləzzətli alınmışdı ki. Masada oturanlara deməsəydim ki, hazır almışam, heç inanmazlar, polfabrikat məhsullardır. Ən son tort kəsiminə gəldik. Əvvəldən qonağımızın çox olacağını bilməmişdim deyə balaca bir tort sifariş etmişdim. Amma balaca olsa da hamıya bəs edəcək qədər çatdı. Tortumuz da çox ləzzətli idi. İstəsəniz səhifəsini aşağıda qeyd edərəm.